ailə boşandığı zaman vərəsəliklə verilən evə qadın oturma izni ala bilərmi? Həmin evə gəlin gəlməyib və bu belə bir istiqamətli sual ünvanlayıb. Dinləyicimiz, buyurun zəhmət olmasa. Burada ən vacib məqam onların nə vaxt ailə qurmasından asılıdır. Təsəvvür edin, 2009-cu ildən sonra ailə qurublarsa, vərəsəliklə əlaqədar ərə və yaxud da ki, arvada mənzil keçibsə, onların digərin, ərin boşandan sonra digər şəxsin, yəni ərin evi varsa arvadın, arvadın evi varsa ərin, oradan yaşayıcıdan istifadə hüququ yoxdur. Çünki qanun deyir ki, əgər boşanandan sonra hətta ərin evinə belə yaşayış hüququna xitam verilir. Yəni istifadə hüququna xitam verilir. Amma məhkəmə müəyyən halları nəzərə alıb, onun evsizliyini və digər halları müvəqqəti olaraq orada onun istifadə hüququnu saxlaya bilər. Amma müvəqqəti nə qədər bu qanunda açıq qalaraq, indi də açıq ki, nə qədər. Amma belə bir qayda olaraq düşmür. Düşmür.